Doktor, evliliyə hazırlaşan bəylərimiz nələrə diqqət etməlidirlər? Çox gözəl bir mövzuya toxundunuz. Əslində qalanda hər bir gəncimiz, gənc bəylərimiz mütləqli şəkildə evlənməzdən öncə uroloq müayinəsində olmalıdır. Çünki subay dövrlərində təsadüfi bir cinsel münasibət yaşayıblarsa, onlarda hər hansı cinsi bir infeksiyanın olma ehtimalı çox yüksəkdir. Çünki bu cinsi infeksiyalar bəzən şikayət verir, amma bəzən şikayət vermir. Şikayət verməyəndə də bunu bilmirik, amma faktiki bu xəstəlik bizdə ola bilər. Və biz bundan xəbərsiz olduqda qarşı tərəfə həmin bu infeksiyanı yoluxdurmuş oluruq. Və qarşı tərəfə yoluxdurduqda bu gələcəkdə övlad planladıqda övlad sahibi olmağımız da çətinləşdirir. Həm qadın tərəfdən, həm kişi tərəfdən. Buna görə də bizim bütün gənc bəylərə məsləhətimiz mütləqli şəkildə evlənməzdən öncə uroloq müayinəsinə getməyinizdir. Sağlıqla qalın.